Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlər üçün fizika 7-ci sinif dərsində qeyd olunan trayektoriya, yol və yer dəyişmə dərsində öyrəndiklərinizi tətbiq edin. Həmçinin öyrəndiklərinizi yoxlayın hissəsində olan sualların izahını verəcəyəm. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olmağı unutmayın ki, digər dərslərində izahı gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq birinci sualımızdan. Şərtdə deyilir ki, M nöqtəsindən N nöqtəsinə aparan yol A nöqtəsində iki qola ayrılır. Yəni, gördüyünüz M nöqtəsindən M nöqtəsinə getmək istəyirəm. Bu zaman M-dən A-ya gələndə fikir versəz, iki qola ayrıldı. Ya yuxarıya gedə bilərəm və yaxud da ki, aşağıya bu trayektoriya üzrə gedə bilərəm. Bundan sonra deyir ki, ona görə də M nöqtəsindən N nöqtəsinə iki fərqli trayektoriya üzrə getmək olar. Yollardan birinin diametri 8 metr olan çevrənin bir hissəsindən, fikir verin, baxın, gördüyünüz bu çevrənin bir hissəsindən gedirik DY üzrə. Digəri isə tərəfləri 4 və 24 olan düzbucaqlının kənarlarından keçir. Fikir versəz, AB 4, BC 24-dür və bu da düzbucaqlımızdır. İndi soruşur ki, məndən A variantında hər iki trayektoriya üzrə yolu hesablayın. Gəlin trayektoriyalarımızı işarələyək. Gördüyünüz düzbucaqlı üzərindən geçsəm, yəni A, B, həmçinin BC və sonra N-ə gəlsəm, bu trayektoriyanı 1 ilə işarə edirəm. Digər yolumuzu isə 2 ilə işarə edirəm. Birinci halda yolu tapmaq istəyirəmsə də, əlbəttə ki, bütün gedilən yolları toplamalıyam. Fikir versəz, MA nə qədər yol getdim? 10 metr. Sonra AB-də 4 metr getdik. BC-də 24 metr getdik. CN-də burada verilməyib. Bunu özünüz tapmalısınız. Necə tapacaqsınız? Bilirik ki, biz düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir. Yəni, AB ilə qarşı tərəfdə olan CN bir-birinə bərabər olacaq. Yəni, burada 4 metr olmuş olacaq. Onda mən ümumi gedilən yolu tapmaq istəyirəmsə, birinci trayektoriyada, yəni L1-i tapmaq istəyirəmsə, yolu L hərfi ilə işarə edirik. Bu zaman 10, üstə gələk 4, üstə gələk 24 və üstə gələk 4 yazmalıyam. Yəni, bütün gedilən yolları toplamalıyam. 10, üstə gələk 4, üstə gələk 24 və plus 4. Bizə verəcək 46 metr. Deməli, birinci trayektoriya üzrə getdiyim yol oldu 46 metr. İkinci trayektoriyamıza baxaq. Yəni, ikinci trayektoriyada baxın. M-dən A-ya 10 metr getdim. Onda L2-ni tapanda 10 üstə gələk yazacağım. Və sonra AD-yə 12 metr getdik. Bir də üstə gələk 12-ni yazırıq. Plus, fikir versəz burada D-yi artıq çevrəni mən 4/1 hissəsini getmiş oldum. Biz bilirik ki, riyaziyyatdan çevrənin uzunluğu C bərabərdir 2πr-dən hesablanır. Artıq sən burada D-yi üzrə çevrənin 4/1-ni getdiyindən artıq sən gedilən yolun çevrənin uzunluğunun 4/1 olacaq. Yəni, 2πr neçədirsə, vuracaqsan 4/1-ə, bu sənin artıq D-yi üzrə getdiyin yolun uzunluğu olmuş olacaq. Gəlin hesablayaq bunu da. 2 vuraq, pi-nin qiyməti 3 qəbul edək. Baxın, şərtdə A variantı deyib, pi bərabərdir 3 qəbul edin. 2 vuraq 3. Radiusumuz bayaqları mənə diametr vermişdi. Fikir versəz, baxın, diametri 8 metr vermişdi. Biz bilirik ki, hansı ki diametr radiusun 2 qat hissinə bərabərdir. Çünki, baxın, diametr gördüyünüz bu hissədir. Fikir versəz, bax, bu diametrimdir. Bu da 2 dənə radiusdan ibarətdir. Ona görə D bərabərdir 2R yazırıq. İndi mən burada D bərabər 2R yazsam, R-i tapsam, diametri 2-yə böləcəm. Yəni, 8-i 2-yə böləndə alacam 4 metr. Radiusum oldu 4 metr. Gətirib burada yerinə yazıram indi. 2 vuraq 3, pi-nin qiyməti. Bir də radiusuma tapdım 4 metr. Vuraq 4-ü yazdıq. Həmçinin vuraq 4/1 də yazmağı unutmayaq. 4-lər ixtisar getdi. 2 vuraq 3 oldu 6. Deməli, sən D-yi üzrə 6 metr yol getdin. Və əlbəttə ki, ümumi yol tapmaq istəyəndə artıq, bax, burada yuxarıda 10 üstə gələk 12, plus da 6-nı yazmalıyıq. Və üstə gələk artıq Y-nə də gördüyünüz kimi 13 metr verilib. Üstə gələk 13-ü də yazırıq. Bu da bizə verəcək 41 metr. Gördüyümüz kimi birinci trayektoriya üzrə mən 46 metr yol getdim. İkinci trayektoriya üzrə isə 41 metr yol getmiş oldum. A variantını həll etdik. İndi B variantında deyir ki, M nöqtəsindən N nöqtəsinə gedən cismin yer dəyişməsini tapın. Dərs izahında da qeyd edirik ki,
Yerdəyişmə cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bizim başlanğıcımız fikir versəz M nöqtəsidir. Son nöqtəm, yəni son gəldiyim vəziyyət artıq olur N nöqtəsi. M və N-i birləşdirən gördüyünüz bu istiqamətlənmiş düz xətt parçası olacaq yerdəyişmə. Baxın, indi mən burada yerdəyişməni də tapmaq üçün əlbəttə göstərdiyimiz bu oxun uzunluğunu bilməliyəm ki, görüm yerdəyişməm nə qədərdir. Fikir versəz, M-a 10 metr verilib. Bax, bu hissəni də tapsam, toplayacağam, mən yerdəyişməmi tapa bilərəm. Burada, baxın, 24-ün tam qarşısıdır, qarşı tərəfidir. Deməli, onda düzbucaqlının qarşı tərəfləri bərabər olduğundan bu hissəm də 24 olacaq. Yəni, AN məsafəsi A-dan N-ə qədər olan məsafə ilə 24 metr olmuş oldu. Həmçinin MA da 10 metrdir. Onda mən MA ilə, baxın, gördünüz bu MA ilə AN-i toplasam, mənə bütünlükdə MN-i vermiş olacaq. Onda yerdəyişməni S hərfi ilə işarə edirik və vektorial kəmiyyətdir. Tapanda 10 plus 24 mənə verəcək 34 metr. Bu da bizim oldu yerdəyişməmiz. Keçək C variantına. Hərəkət hansı trayektoriya üzrə baş verərsə, cisim daha az yol gedər. Fikir versəz, gördüyünüz kimi birinci trayektoriyada mən yola tapdım 46 metr. İkinci trayektoriyada tapdım 41 metr. İndi hansı ilə getsəm daha az yol gedər? Əlbəttə ki, 41-46-dan kiçik olduğu üçün, deməli, ikinci trayektoriya üzrə getsəm daha az yol gedərəm. Cavab olacaq burada ikinci trayektoriya. Digərinə keçək. D-də M nöqtəsi ilə N nöqtəsi arasında hərəkətin müxtəlif trayektoriya üzrə baş verməsi yerdəyişməyə təsir edərmi? Cavabınızı əsaslandırın. Xeyr, təsir etməz. Hər iki trayektoriyada da yerdəyişmə ilə tapdığımız qiymətə 34 metrə bərabərdir. Çünki yerdəyişmə cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yəni hansı trayektoriya ilə gedirsən get, yerdəyişmə ilə bax bu göstərdiyimiz ox var. Bax M və N-ə bərabər olacaq. M və N arasındakı ən qısa məsafəyə, yəni bax bu gördüyümüz hissəyə bərabər olacaq. İstəyir birinci trayektoriya üzrə get, istəyir ikinci trayektoriya üzrə get. Fərqi yoxdur. Öyrəndiklərinizi yoxlayın baxaq. Yol və yerdəyişmənin oxşar və fərqli cəhətləri hansıdır? Hansı ki, yol trayektoriyanın uzunluğuna deyilir və skalyar kəmiyyətdir. Yerdəyişmə isə cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Və yerdəyişmə vektorial kəmiyyətdir. Həmçinin yol yerdəyişməyə bərabər ola bilər və böyük ola bilər. Hansı hallarda yol yerdəyişmədən böyük olur? Əyrixətli trayektoriyada yol yerdəyişmədən böyükdür. Amma düzxətli trayektoriyada isə istiqamətin dəyişmirsə cisim hərəkət zamanı, bu zaman yol yerdəyişməyə bərabərdir. Yol heç bir halda yerdəyişmədən kiçik ola bilməz. Oxşar cəhətləri isə odur ki, yol və yerdəyişmənin vahidi metrdir. Hər ikisini də ruletka, ölçü lenti və yaxud da xəttkeş vasitəsilə ölçə bilərik. İkinci sualda idmançı A nöqtəsindən çıxaraq əvvəlcə yarımçevrə boyunca B nöqtəsinə, sonra isə ABCD kvadratının BC tərəfi ilə C nöqtəsinə, oradan da yarımçevrə üzrə hərəkət edərkən D nöqtəsinə çatdı. Gəlin əvvəlcə görək bu hardan haraya gedib, biz özümüz bu birinci cümləni araşdıraq, şəkildə göstərək. Deyir, idmançı A nöqtəsindən çıxaraq əvvəlcə yarımçevrə üzrə B nöqtəsinə gedir. A nöqtəsindən çıxır, yarımçevrə üzrə, baxın, gördüyünüz kimi B nöqtəsinə gəlir. Sonra isə ABCD kvadratının BC tərəfi ilə C nöqtəsinə, yəni bax burada gördüyünüz, baxın bu ABCD kvadratının sadəcə BC tərəfi ilə bu gördüyümüz C nöqtəsinə gəlir. Bax bu hissə. C nöqtəsinə, oradan da yarımçevrə üzrə hərəkət edərkən D nöqtəsinə çatdı. Baxın bu yarımçevrə üzrə gəlir, D nöqtəsinə çatır. İndi deyək ki, radiusun verilib 80 metrdir. Fikir versəz, R bərabərdir, yazdıq 80 metr. BC 160 metrdir. Baxın, bura 160 metrdir. Onda bura dedik ki, ABCD kvadrat. Biz də bilirik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Onda ilə AB tərəfində olacaq 160 metr. Həmçinin DC tərəfində olacaq 160 metr və AD tərəfində olacaq 160 metr. İdmançının getdiyi yolu və yerdəyişməni tapın. Yol tapanda mən qeyd etdim ki, bütün gedilən yolları toplamaq lazımdır. Fikir verək indi. Birinci halda mən, gördüyünüz kimi mənim cismim A-dan B-yə yarımçevrə üzrə gedib. Yəni çevrənin 2/1 hissəsinə gedib. Baxın, tən yarısı sanki.
B olan halda onda siz yenə gedilən yolu tapmalısınız. Çevrənin uzunluğunu C bərabərdir 2πr. Bu zaman çevrənin 2də 1-ni getdiyindən artıq vurmalısınız 2də 1-ə. Çünki artıq gedilən yol elə bil çevrənin uzunluğunun 2də 1 hissəsidir. 2-lər ixtisar gedir. Pi 3 qəbul edildiyi şərtdə 3 vuraq r, r-imizdə fikir versəz 80 metr verir. 3 vuraq 80 oldu 240 metr. Deməli, AB üzrə mən 240 metr məsafə qət etdim. Sonra BC-ni gedib, o da olub 160 metr. C-dən D-yə də eyni ilə çevrənin fikir versəz 2də 1-ni gedib, yarım çevrə üzrə gedib. Yenə C bərabərdir 2πr vuraq 2də 1-dən. Eyni ilə burada radiusum 80-dir deyə. Eyni cavabı AB-yə 240 tapmışdınızsa, indi CD-yə də eyni cavabı alacaqsınız. Yəni, burada da sizin gedilən yolunuz olacaq elə 240 metr. İndi gedilən yol tapanda bunların hər birini toplayacaqsınız dedim qeyd etdiyim kimi. Onda yolumuz L bərabər olacaq. 240 üstə gələk 160 və üstə gələk 240 olmuş olacaq. Bu da bizə verəcək 640 metr. Deməli, gedilən yolumuz oldu 640 metr. Bəs yer dəyişmə. Yer dəyişmənin tərifini yadımıza salırıq. Yer dəyişmə cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Başlanğıcım haraydı? A nöqtəsi idi. Ən sonda mən hara gəldim? D nöqtəsinə. Başlanğıc və sonu birləşdirən istiqamətlənmiş düz xətt parçasına, yəni bax bu AD-miz olacaq bizim elə yer dəyişməmiz. AD də gördüyünüz kimi 160 metrdir. Deməli, yer dəyişməmiz bərabər oldu 160 metrə. Yolda tapdıq, yer dəyişməndə tapmış olduq. Üçüncü sualımıza baxaq. Leyla evdən kitabxanaya, oradan da məktəbə getdi. Baxaq. Leyla birinci evdən gedir kitabxanaya. Sonra kitabxanadan da gedir məktəbə doğru. Aha. Şəkil əsasın onun getdiyi yolu və yer dəyişməni tapın. Yol dediyim kimi bütün hissələri siz toplayacaqsınız. Baxın, evdən kitabxanaya nə qədər məsafədir? Aşağıda verilib, baxın. 260 metrdir. Bəs kitabxanadan məktəbə bu hissə verilməyib. Elə bu hissəni necə tapacaqsın? Əlbəttə ki, baxın, fikir versəz. Bax, buradan bura qədər olan məsafəyə sənə neçə verib? 120 metr verib, gördüyün kimi. Buradan bura qədər olan məsafə 120-dir. Bütün hissə, bax bu hissə 260-dır. Onda bax bu balaca hissə nəyə bərabər olacaq? 260-dan 120-ni çıxacaqsan. O da sənə verəcək 140. Deməli, bax bu balaca hissən 140 metrdir. Fikir versən 240-la 120 ilə 140-ı toplayanda sənə 260 verir. Yəni bütün hissəndə ümumi yolu verir. Aha, artıq bundan sonra sən yol tapa bilərsən. Birinci hissədə evdən kitabxanaya getmişdik. 260 metr getdik. Sonra kitabxanadan evə, üzr istəyirəm, məktəbə getdiniz. 140 metrdə bir getdiniz. Ümumi nə qədər yol getdiniz? Deməli, onda yolunuz bərabər olacaq 260 plus 140-a. Toplayacaqsınız bunları. Bu da olacaq 400 metr. Sonrasında yer dəyişməni də tapmağımızı istəyir. Yer dəyişmə cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Başlanğıcın ev idi. Sonra ən sonda gəldin məktəbə. Yəni sən evlə məktəb arasındakı məsafəni götürəcəksən. Bax bu hissə gördüyünüz kimi verilib 120 metr. Deməli yer dəyişməniz olacaq 120 metr. Və də deyir ki, Leyla evə qayıtdıqda onun yer dəyişməsi nəyə bərabər olar? Fikir ver. Məktəbdən də birbaşa evə qayıdır. İndi bax, başlanğıc vəziyyətin evdir. Son vəziyyətin hara oldu? Qayıtdı məktəbdən evə, yenə ev oldu. Başlanğıc vəziyyətlə son vəziyyət üst-üstə düşərsə, belə olan halda qeyd edirik ki, yer dəyişməmiz 0-a bərabərdir. Yəni artıq B variantını yazacaqsan ki, yer dəyişmə 0-a bərabərdir. Çünki başlanğıc vəziyyətlə son vəziyyət üst-üstə düşür. Mən deyirəm ki, yer dəyişmə başlanğıcla sonu birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. İndi başlanğıcın da sonun da eynidirsə, əlbəttə ki, sən bu halda bir uzunluğa malik düz xətt parçası çəkə bilərsənmi? Xeyr. Deməli, onda sənin orada artıq yer dəyişmən nəyə bərabərdir? 0-a bərabərdir. Bunu da özünüz yaddaşınıza saxlaya bilərsiniz ki, əgər ki, sənin başlanğıc vəziyyətinlə son vəziyyətin eyni olursa, istədiyin trayektoriya üzrə hərəkət edə bilərsən. İstəyir əyri xətli trayektoriya, istəyir düz xətli trayektoriya. Fərqi yoxdur. Əgər başlanğıcla son üstə düşürsə, bu zaman yer dəyişmən 0-a bərabərdir. Yol 0 olmur, amma yer dəyişmə 0 ola bilir. Beləliklə, əziz şagirdlər, bu dərsimizdə olan sualların izahını sizlər üçün verdim. Ümid edirəm ki, sualların izahı sizlər üçün aydın oldu. Əgər videodan yararlandınızsa da kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Digər videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.